Heç birində heyran qaldığın xüsusiyyətin səndə də olduğunu bilirsənmi? Psixologiyada bu kölgə anlayışı ilə izah edilir. Yəni, hər bir insanın bir kölgə tərəfləri, bir də işıq tərəfləri vardır. Işıq tərəfləri insanın göstərdiyi tərəfləridir. Kölgə tərəfləri isə insanın gizlətdiyi, bastırdığı tərəfləridir. Əgər biz birində hər hansı bir özəlliyi, xüsusiyyəti görüb, məsələn, birinin özgüvənli bir nitqini, danışığını görüb, ondan təsirləniriksə, xoşumuza gəlirsə, heyran qalırıqsa, ola bilər ki, bu bizim özümüzün kölgə tərəfimizdə olan bir xüsusiyyətdir. Və bunu göstərə bilmədiyimizdən biz ona heyran qalmağa başlayırıq. Bəs necə olur ki, insan özündə olan bu müsbət xüsusiyyəti kölgə tərəfinə atmış olur? Yəni, işığa çıxarmır. Bunun səbəbi əslində insanın böyüdülmə tərzi ilə əlaqələndirilir. Yəni, məsələn, bunu bir misalla izah edəcəm. Bir uşaq düşünək, 5-6 yaşlarında olan bir oğlan uşağı. Bu uşaq tez-tez valideynlərinə sual verir. Bu niyə belə oldu, o necə oldu, onu necə etdin, bunu necə etdin? Valideyn artıq çoxlu sual verdiyindən sıxılmağa başlayır və deyir ki, bəsdir, bu qədər niyə sual verirsən, bu qədər sual vermək olar, bezdirdin bizi şəklində uşağı tənqid edir. Uşaq artıq əslində özündə olan, o daxilində, potensialında olan müsbət bir xüsusiyyəti göstərməyin normal olduğundan şübhələnməyə başlayır. Və bu əgər valideyn tərəfindən dəfələrlə təkrarlanarsa, bu zaman artıq uşaq valideynlərinə uyğunlaşmaq üçün və getdikcə də ətrafındakı mühitə uyğunlaşmaq üçün, bir sözlə adaptasiya olunmaq üçün o xüsusiyyətini kölgə tərəfində bastırmalı olur. Və zamanla onun zehni bunu öyrəşdiyindən, o uşaq böyüyüb məktəbə gedəndə də müəllim sualınız varmı deyəndə, uşağın içində hər hansı bir sual belə varsa, onu artıq dilə gətirməyə çəkinir. Və yaxud da müəllim sualınız varmı sualını vermədən öncə hər hansı bir şey fikrinə gəlibsə, halbuki bunun içindən gələn bir istəkdir və bəlkə də çox maraqlı bir şeylərin ortaya çıxmasına səbəb olacaq, o sualını verib, istədiyi bir şeyi, ehtiyacı olan bir şeyi müəllimə bildirə bilmir. O cümlədən bu uşaq böyüdükdə də artıq bir mühitə düşəndə, insanlarla ünsiyyətdə o sorğulama qabiliyyətini gizlətmək məcburiyyətində qalır. Çünki onun zehni bu yola öyrəşib və digər bir yolla getmək, içindəkini ortaya qoymaq artıq onun üçün çətindir. Beləliklə, insan o xüsusiyyətini o qədər zamanla bastırır ki, bəzən artıq özü belə o kölgə tərəfində olan xüsusiyyəti unudur. Və nəticədə başqalarında görəndə onun o xüsusiyyət çox xoşuna gəlməyə və o xüsusiyyətə heyran qalmağa başlayır. Yəni, bir sözlə, birində biz hər hansı bir xüsusiyyətə heyran qalırıqsa, o zaman bir də özümüzə baxmamız lazımdır. Bəlkə də bu sənin kölgə tərəfində gizlətdiyin bir xüsusiyyətdir. Və əgər səndə bu kölgə tərəfdə olan bir xüsusiyyətdirsə, heç vaxt buna üzülmə. Çünki kölgə varsa, işıq da var. Sadəcə o işığı düzgün istiqamətə yönləndirməyə lazımdır.